Salam dostlar. Xoş gəlibsiz kanalıma. Uzun müddətdir niyə video gəlmir? Bu haqda istəyirəm sizlərə danışam, edəm. Səbəbini deyirsinizsə, səbəbi odur ki, dostlar, yəni mən təzə telefon aldım. Yəni aldıqda da ki, dostlar, o telefonu da buraxdım. O telefondan da hesabımı bunu atlada bilmədim. Yəni daha bunu işlədirəm, onu da atlada bilmədim o telefondan. Onu da elləyəməyəndə mən daha deyib başını buraxıram. Yəni elləyəməm, değil mi? İndi bilmirəm edə biləcəmmi? Yenə də deneməyə çalışacağam. Olmasa da ki, bu telefondan 3-4 dəqiqəlik çəkib o telefona göndərəcəm. Ondan da yükləyəcəm kanalıma. Burada bizim doşanlarımızdır. Bunlar ana doşanımız budur. Ondan sonra dava düşdü gene. Dava başlattı gene doşanlarda. Anır bəri qaçışırlar. Dava başlattılar çünkü. Hem de ki dostlar bu qaçsınlar, gəlsinlər. Bu erkek niye buradadır onu da deyim. Çünkü dişilər çürük dostlar. Bu arada ördəkləri də satmışam nə qədərini. Bir erkek, 2 dişi, bu zümrüd erkek, 2 qara dişi saxlamışam. Mazar falan dostlar nəsə yedi, yalan demeyeyim. Bilmirəm nə yediyini, amma gecə damdaydı. Sabah gəldim gördüm damda yoxdur. Nəsə tutub apar. Aha, qapı açıldı, bütün eşə çıxdılar. Dostlar, heyvanlar eşə çıxmışdı, qapı aralı qalmışdı. Burada da bizim qara doşan var, iridir. Prosto hələ baxmamışam cinsiyyətinə. Yəni dişi olsa mənim üçün çox gözəl olar. Baxın budur, maşallah. Bu da burada durur. Bunu niyə çıxartmıram eşiyə? O bir doşandan dalaşır, o erkəyin var bir dənə. Məsələn, bu balacadır. Hələ bunu özüm böyütmüşəm. Bu hələ bir ay nə qədərli olar. Bir bunu, bir də ki, o biri var, yerdə uzanan odura bax. Bax, bununla, bax, o biri, bax, bu tayını, ikisini özüm böyütmüşəm. Cıq-cıqıl olandan bu boyutdan. Amma onu o vaxt almışam. O ucu bilmirəm niyə belədir. Bu ucu əriyən erkəkdir, yəni təmiz seçilir. Ucu bilmirəm cıqılı sortdum, amma təmiz erkəkdir, yəni ucu bu. Belə 3-4 aylıq olur, təmiz seçilir, təmiz bilinir. Həmən ondandır. O indi göstərdiyim yeri tayda İrana dişidir. Onu da təzə almışam. Onu da özüm böyütməmişəm. Bu da zümrüd erkəkdir dostlar. Baxın. Maşallah olsun. Dişsinin biri dostlar təmiz zümrüd olan var ya, dıqqıcaqlığı zat. O az yumurtladı ilkində, bilmirəm niyə. Yəni 2 dəfə ördəklərim küstü dostlar. Yağış vurdu 2 dəfə. Yox, birində 2-3 dənə yumurtladı küstü. Yağışdan birində də ki, xeyli kürk düşmüşdü, küstülər. Ondan sonra üçüncüdə Allah'a şükür yattılar. Bax, krasnodarı bir erkek bir dişi krasnodar saxlamışam. Dişim təmiz deyil, amma krasnodar deyirəm. Yəni onu bilin təmiz olmadığını. Amma gənə də elə deyirəm. Yəni onları saxladım. Bir də ki dostlar, yəni elə saxladım bir erkek bir dişi krasnodar kimi. Amma krasnodar fərənin altında bu dəqiqə 15 dənə toyuq var. Niyəm deyirsinizsə? Yəni krasnodar murtlamadım, xeyr. O da elə küstünə qədər, amma onun murtlaları ayrı heyvanın altında da 15 dənə deyəcəm onda. Dostlar, yəni krasnodar fərənin altında 15 dənə toyuq olası da hələ 14 ola bilər, yadımdan çıxır. Elədir. Özü də yumurtayır. Burada da dostlar hinduşkamız düşüb. Amma nə tərdiyim, bu da ki burada düşməyib şükür. Bu bir dəfə murtladı, bilməyəm küstü mü, nə oldu, gənə buraxdı. İkinci dəfədə dostlar murtlalarını pişik yedi, gənə küstü. Yəni buraxdı da murtlamağı. İndi üçüncüdə gedib oraya yumurtlayıbdı. Onu da ki gənə yiyibdi nəsə. Amma bu dəfə qalıq, yəni küsməyi buraxdı, kürk yatdı. Mən də altına dedim, hazır toyuq qoyum. Sonra gördüm ki dostlar, o ilk ildidən o krasnodar fərə dedim, birdən nəsə eləyər murtlaları xarab eləyər, garanti olsun. Bunun altına gətirdim, qoydum murtlaları. Krasnodar fərənin altına 15 dənə toyuq qoydum. Əgər çıxartsalar krasnodara ördək bal, yox, nə bilim, çıxartsa da buraxacağım, özü saxlasın ördək ballarını bu. Ya da ki, anıya ayırdım, təzdən yumurtlasın deyə mən istəmirəm, təzdən gecə olmayacaq mindişkanın vaxtı. Bir də avqustda zat çıxardır, o da gecdir. Amma nə bilim, bəlkə eləyəm, amma qışa gedəcək, ölərlər. Ona görə olmaz. Burada da su qabı var, prosto altda qalıb. Ona da su qoyuram. Duşanımıza. Yəni bu telefona adlada bilmirəm o hesabı. Adlada bilsəm inşallah gözəl videolar gələcək. Bu bir 5 dəqiqəlik olsun. Da buraxırım. Sağ olun, salamat qalın.
Like atmağı, abone olmağı, yorum atmağı unutmayın. Sağ olun. Güzel videolar sizləri gözləyir. İnşallah amin.